Salam dəyərli izləyicilər, Çınar TV-nin efirindən hər kəs xoş gördük və bu günləri sevincimin həddi yoxdur, çox sevinirəm həqiqətən. Çünki 3 ilə yaxındır ki, mübarizə apardım məktəb haqqında ki, məktəb bərbad haldadır, məktəb düzəlsin. Dəfələrlə bu haqda ölkədə bütün televiziyalar demək var ki, bu haqda məlumat vermişdik, işıqlandırmışdıq, səhmişdik və çox sevinirəm ki, bu günləri ayın deməli 29-u birinci gündür 2026 çox sevinirəm, həqiqətən çox həzanlıyam ki, bir belə əziyyətdən sonra mübarizəmiz demək var ki, qalib gəldik. Təbii ki, sizlərin sayəsində mənə dəstək verdiniz və çox sevinirəm ki, bu günləri Şəmkir rayonu Çınar qəsəbəsində Şəhid Etibar Həsənov adına olan bir saylı tam orta məktəbdə təmir işinə start verildi. Və bu günləri dam örtüyü yenilənir, daha doğrusu söküləcəkdir, yenilənəcəkdir. Yavaş-yavaş, hissə-hissə, etap-etap məktəb qapıları, pəncərələri, pol, patolog hamısı inşallah təmin olub yenilənəcəkdir. Və çox sağ olun ki, bizə dəstək verdiniz. Mən də həqiqətən çox sevinirəm ki, şəhidin adını daşıyan, Etibar Həsənov adını daşıyan, şəhidin adını daşıyan bu məktəb təmin olur. Və başda şəhid anası olmaqla hər kəs çox sevinir. Və bizim gələcəyimiz olan uşaqlar bu məktəbdə rahat inşallah öz təhsillərini davam edəcəklər. Və indi isə həmən iş haqqında sizə tək işlandıracağam. Hamıdan xahiş edirəm ki, Çınar TV kanalı Facebookda, YouTube'da, Instagramda, TikTok'da baxa bilərsiniz. Hər kəsdən xahiş edirəm ki, bizi izləyin, bəyənin, takip edin, like verin. İzləmədə qalın. Deməli, dəyərli izləyicilər, gördüyünüz bax bu şifrlər hamısı da məktəbdən çıxan köhnə şifrlərdir. Hamısı da bunlar tərəfindən sökülübdür. İnşallah yenisindən əvəz olacaq. Yəni, ekskluzif kadrlardır. İnşallah 3 ildir məktəb üzərində işləyirik, çalışırıq ki, məktəbimiz düzəlsin. Gələcəyin olan uşaqlar rahat şəkildə öz dərslərini keçsinlər. Yəni, bu şifrlərin vaxtında məktəbin üçün təmizsi olurdu, bərbad gündə olurdu. Yəni, dərs keçmək olurdu. İnşallah bu günləri şifrələr hamısı sökülübdür, hamısı köhnədir gördüyünüz kimi. İnşallah yenisindən əvəz olunacaq. Bizi izləməyə davam edin, Çınar TV-ni izləyin. Deməli, dəyərli izləyicilər, həmişə bu neçə il ərzində məktəbin təminlə bağlı, bu da duranda, müsahibə verəndə, sizə məlumat verəndə həmişə məktəbin bərbad gündə olmağını danışırdım, həmişə şikayət edirdik. Bu günlər çox şükür ki, gördüyünüz bu əşyalar İnşallah hamısı siniflərdən, otaqlardan çıxarılır, təmirə bağlı. Təmirə görə bunlar adı çıxarılır. İnşallah yeniləri inşallah gələcəkdir. İnşallah məktəbə hamısı yeniləri gələcəkdir. Bizi izləyin, izləmədə qalın.